Salam millət, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram uşaqlar. Maraqlı bir videoda hər birinizi görməyə şadam. Uşaqlar, bu günlərdə maraqlı bir video olacaq. Çünki uşaqlar təlim videosudur və burada təlim olacaq. Həm də əməliyyat açacağıq bir neçə dənə. Görürəm ki, şərhlərdə gözəl şərhlər alıram və əlbəttə ki, çəkməyə davam edirik öz videolarımızı. Və dostum, ilk dəfə bizim kanala baxırsansa, abunə olmağı səndən rica eləyəcəm. Çünki dostum, sən də videolara baxa və maariflənə bilərsən. Ən azından nəsə öyrənə bilərsən burada. Vəsə, görək bizdə burada nə var, nə yox. Uşaqlar, bizdə konkursa keçirilir. Real pul mükafatı da qazana bilərsən. Aşağıda Telegramı saxlamışam. Telegrama keçid al. Orada necə qazana bilərsən, hamısı yazılıb və bildiriş verilib. Vəsə, Telegramda da izləyirik. Çünki ən tez məlumatlar orada paylaşılır. Podkastlar orada paylaşılır və gözəl məsləhətlər orada paylaşılır. Vəsə, aşağıda Forex səhifəmizi də saxlamışam. Forex-lə də maraqlana bilərsən, keçid alıb baxa bilərsən. Forex videolarımız da gəlir. Bir dənə Forex, bir dənə binar, bir dənə motivasiya. Bir dənə Forex, bir dənə binar, bir dənə motivasiya. Necədir sizin üçün uşaqlar? İşləyirik, çalışırıq və sizə nəsə maraqlı şeylər göstərməyə çalışırıq. Vəsə, bu 300 dollar, deməli bir dənə strategiya mən yoxlayırdım. Yüngül balansımızı qaldırmışıq. Belə bir şey var balansımızda. Millət, gəlin açaq səhifəni yeniləyək. Görək hamısı həvsə əla. Çünki bir də görürsüz, yeniləməyəndə dona bilir, nəsə yəqin yenilənmə olacaq. Ona görə nəsə burada bir də görürsən ki, rəqəm gecikir. Səhv yazmır uşaqlar, səhv deyil o, gecikmə olur, arada olur, o da bilmirəm, bəlkə məndə var tək. Evro, dollar valyutasındayıq, 82% gəlir verir. Hal-hazırda burada görə bilərsən bizim H4FX-də mən bazar günü paylaşmışdım. Siqnallar hamısı, siqnal deyil idi uşaqları, zəhləm gedir bu sözdən. Belə deyim də sizə, yönü göstərmişdim prosto ki, belə bir şey olmalıdır, belə bir şey ola bilər. Yəni dəqiq bir söz deməmişdim mən və uşaqlar dəyərləndirir. Partladıblar. Mənim də özümün də bir iki də əməliyyatım olub, amma kanalı izləyənlər yararlandı. Aşağıda saxlamışam, sən də izləyə bilərsən və yararlana bilərsən. Görək bizdə evro dollarda nə baş verir uşaqlar. Gedək bir dənə böyük time frame-ə. Bizə burada bu dəqiqə uşaqlar, mənim o vaxtlarım gedib ki, mən durum burada sizə balans qaldırmağı göstərim. Mənə bu önəmli deyil. Mən hal-hazırda mənə önəmli olan sizə burada olan gedişatı göstərməkdir. Mənim üçün, mən faizlə işləyən adamım dostlar. Mənə burada olan məbləğ önəmli deyil. Vəsə, baxaq görək. Mən burada sizi öyrətmək üçün varam, göstərirəm sizə. Onsuz da millət, bilsiz necədir? Əgər sən nəsə eləmək istəyirsənsə, hardansa məlumat yığmalısan xəcəbı və niyə də yox. Nədənsə məlumatın olmağı çox yaxşıdır. Up-down, burada bizdə risksiz əməliyyatlar da var. Bundan normal şəkildə yararlanın. Çünki uşaqlar, bu puldur, bildiyiniz. Buna bax, məsəl üçün 5 dənə 5 dollarlıq əməliyyat, bu 25 dollar eləyir. Burada 6 dənə 10 dollarlıq əməliyyat var. Bu 60 dollar pul eləyir bu. Uşaqlar, bunlar hamısı puldur. Buna baxın. 60 dollarlıq 5 dənə əməliyyat, 300 dollar pul var burada. Yəni bunu sizə verir də bu. Çölə atılası pul deyil, bu həqiqi puldur bu. Yəni əgər siz bu əməliyyatı açıb plusa getsəz, o gəlir sizin balansınıza gələcək. Yəni bu puldan realni istifadə eləmək olur. Yəni bu realni puldur. H1-ə biz baxanda görə bilərik ki, bizdə 2 toxunuş var. Burada toxunuşlarımız var. Yenə də biz bura gəlmişik və hal-hazırda aşağı yönlüyük. Çox danışıb da vaxtı itirib əməliyyatı da qaçırtmaq istəmirəm. Gəlin belə eləyək. Ayda bu nastroyka da 3 dəqiqə uşaqlar əməliyyat açacağıq. Eləyək 100 dollarla başlayaq və açaq buradan bir dənə short əməliyyat. Əgər bu bizdə yuxarı korreksiya eləyərsə, yuxarıdan yenə götürə bilərik. Balansımız imkan verir. Money management-ə uşaqlar riayət eləyirik. Baxmayın, mən burada indi balansı qaldırıram. 1%. 1%-dən o özə eləmə. Eləsən yandıracaqsan. Eləmə dostum. 1%-lə az-az özü üçün trade eləyirsən. Xırda-xırda. Baxın, deyə bilərsiniz ki, 15 dəqiqədə getdi, 3 dəqiqə əməliyyat açdı. O deyil uşaqlar. Mən burada bilirəm balaca time frame-də nə baş verir. İnandırım sizə, siz də 6-7 il bunun içində olsaz, siz biləcəksiniz ki, bu balaca time frame-də burada nə baş verir. Balaca time frame uçub gedib aşağı. Tak, 100 dollarlıq əməliyyat açmışıq. Nəyə görə uşaqlar? Baxın, gəlin biraz maraqlı bir video alınsın deyə izah da verim sizə. Uşaqlar, burada mən düşündüm ki, bu belənçinə koridor var, bu belənçinə bir koridor var. Həmin bu koridor, bu dibdir və bu dibi bir dəfə dəydik biz. 7 qayıtdıq, yenə də buranı test eləmək üçün aşağı qırdıq. İndi burada risk nədədir? Risk ondadır ki, uşaqlar, qiymət biraz rezin kimi qaydar dala, simboli bura binarkadır, yəni binarkada özünüz bilirsiniz ki, yəni yüngül bir pipslər artıq sizi minusa apara bilir. Aydın olurmu? Yəni baxırıq sol tərəfə, uşaqlar, çətinləşdirməyin, milyon dənə ora indikator düzməyin, orada nə bilim, onu belə eləmə, ay o strategiya səhvdir, bu strategiya düzdür. Yoxdur belə şey.
hər strategiya yaxşıdır. Pis sən özünsən. Все. Любой strategiya işləyir. Pis sən özünsən ki, hansı ki, sən disiplinin yoxdur və sən bir dənə strategiyanı işləmirsən. Bunu eləyirsən, sonra gedirsən. Baxın, neçənci videodur ki, mən necə əməliyyatlara girirəm. Burada qayıdma ola bilər, ay qayıda bilər, ay uşaqlar, hər şey ola bilər. 10 dəqiqədən sonra güclü külək qalxa bilər. Aydın olur sizə. Və yaxud da ki 5 dəqiqədən sonra yağış yağa bilər. Bu Tanrıya məxsus şeylərdir. Bunu başın buraxın. Biz insanıq. Biz sadəcə təxmin eləyə bilərik. Aydın olur. Reallıqla danışın. Yəni bu tradingdir və burada real insanlar var və bunun qiyməti real insanlara görə dəyişir. Ona görə burada heç kim dəqiq məlumat verə bilmir. Biz sadəcə paternlərlə, tarixdə daha çox baş vermiş hansısa hadisələrlə bunu oxşadırıq. Yəni burada çaşka var, ay nə bilim, burada M hərfi var, burada W var. Mən sizlə səmimi böyük qardaş kimi danışıram. Yəni uşaqlar var. Yəni bunları biz tarixdən götürürük. Baxırıq ki, aha buna W-yə oxşuyur. Yəqin W olacaq burada. Yəqin ki, dəqiq deyilən bir şey yoxdur. Okay? Uşaqlar. Belə olanda siz rahat olursunuz və daha keyfiyyətli əməliyyat aça biləcəksiniz. Çox da ciddi yanaşmayın. Bu dünyada heç nəyə çox da ciddi yanaşmayın. Rahat olun. Все. Все, plusla bağlandıq, düzdürmü? Plusumuz var. Bir dənə plusumuz var. Uşaqlar, strategiyanı yoxladığım ərəfələr iminli 1 dəqiqəlikdə, yəni burada görürsünüzmü? 1 minus var və 3 plus var. Bu martingale'dir. Uşaqlar, bir dənə yoxladım. O da nəyə görə? Çünki burada 30 dollar yerinə məndə 300 açıldı və mən məcburi bunları da belə açmalı oldum ki, 300 dollar minus uşaqlar, 30 dollarla mən onu nə vaxta qaytararam? Aydın olur sizə. Və ştob jelaniya qaytarmaq olmasın. Deməli millət, gəlin belə eləyək. 3 dəqiqə müddətinə biz buradan bir dənə də down basaq, amması var. Amması buradır uşaqlar. Gəlin yenə də mən ekranı sizin üçün belə bir şey eləyim. Uşaqlar baxın. Burada bizdə belə bir boşluq var və biz təxmini olaraq elə buralıqdayıq. Yəni bunu çox da ciddiyə almaq olmaz. Amma iynə mi deyim, nə mi deyim, belə bir şey ata bilərlər ki, burada olan stop lossları çıxartsınlar oyundan. Çünki bizdə belə bir burada qırılma var və biz artıq support zonasını qırıb keçmişik aşağı. Artıq bura bizdə rezident zonası oynayır, yəni direnç zonası və bura bizdə dəstək zonası idi. Dəstək zonası döndü oldu direnç zonası. Çünki biz keçdik aşağı. Biz əgər buradan qayıdarsaq yuxarı anomalni bir situasiya baş verərsə, onda bizi stop loss qoruyacaq və yaxud da ki, biz sadəcə əməliyyatdan çıxacağıq. Fərqi yoxdur, eyni bazardır uşaqlar. Baxaq görə nə qədər qalıb əməliyyata? 01:52. 2 dəqiqəmiz var. Millət, bir də ki, bura baxın, diqqətlə baxın. Yəni bu, görürsünüz, burada mənim səhvim həmən bu əməliyyatlarda. Burada səhvim böyük time frame. Buradakı səhvim isə, bu bilsiz necə oldu? Burada mən əslində tam fikrim bir yerdə deyil idi. Ona görə diqqətli olun. Səhvdimi yox, sadəcə diqqətli olun. Burada dəqiqəni mən səhv eləmişəm. Elə bil ki, bilsiz necə, bildiyiniz Matrixdir də, yəni. Burada istəsən boy olmazı. Burada məndə dəqiqədədir, 3 dəqiqə düzdür. Şeyi səhv seçmişəm, pulu səhv seçmişəm. Burada isə pulu düz seçmişəm. Dəqiqəni səhv seçmişəm. Yəni uşaqlar, belə deyim də sizə, bir söz var, deyir təkərə düşdüyünə. Siz necə belə bir də görürsünüz adam dolaşır da. İminli o momentlərdə ehtiyatlı olun, çünki rəqəmlər sizi aldada bilər. Burada neçə dəfə sizdə olub uşaqlar, yazın aşağıda, səmimi olaq. Neçə dəfə sizdə olub ki, burada 10 dollar açmaq yerinə 100 dollar gedib bütün balans və yaxud da ki, balansın nə bilim 30%, допустим. Olur da belə şeylər. Bu da bir tradingə maraq qatır. Yəni onu faciəyə çevirmək lazım deyil. Olanda olur. Görürsünüz, daha çox götürdüm zatı. Hətta bir dəqiqədə. Bu, necə deyirlər? Tanrıdan mı deyim, necə deyim? Belə bir şeydir uşaqlar. Yəni, rahat olmaq lazımdır. Biz görürük ki, qiymət deyəsən bizi minus eləyəcək. 5 saniyə. Aha, biz minus olduq uşaqlar. 100 dollar bizdə minus oldu. Minus getdi bizdə. Minus getdisə bizdə həmən dediyim söhbətdir də, yəni buralar. Gəlin biz belə eləyək uşaqlar. Təlim videosuda oturmuşuq. Özünüzdə bir kofe də dəmləyin, çay qoyun qabağınıza. Millət, burada bizdə həmən o zona var. O dediyim kimi həmən söhbət. Burada indi long girmək də ağılsızlıqdır. Burada həmənki zona var. Yəni bura iynə atıb həmən o forex bazarında olan evro dollarda stop lossları çıxartmaq. Biz necədir? Biz sintez eləyirik. Forex və binari bir yerə toplayırıq və şamları, millət, eynidir. Şam müddətidir. Məsəl üçün Forex-də 2-nin 1 strategiyası ilə bir neçə şam müddətinə, məsəl üçün yuxarı əməliyyat baxır
reversaldımı və yaxud da ki breakoutdumı hansısa bir strategiyada hansında keçid alırsınız siz, hansı ilə işləyirsiniz və sizə bir dənə də sir deyim ki, hamısı ilə bir yerdə işləmək lazım deyil. Hansısa birini götürüb işləmək lazımdır ki, aha mən bunu götürüb işləyirəm. Əgər siz bir əməliyyatın içinə 2 dənə, 3 dənə strategiya saldınızsa, zibilə çıxdı o əməliyyatın. O biri işləyəndə o birisi işləməməlidir 100%. Çünki strategiyanın biri getsə o birisi əmələ gəlir. W hərfi dönür olur M. Aydın olur sizə. Siz long fikirləşirdiniz və kənardan da kimsə gəlib sizə deyəndə, niyə görə deyirəm, həvəsdən düşməyin. Hərənin öz dünyaya baxış bucağı var. Adam hadisə baş verəndən sonra əgər sənə deyirsə ki, sən bunu niyə belə elədin ki, bu fakt görünürdü ki, short gedəcək. Sən ona dinən ki, sən o adama dostuva dinən ki, dostum, burada sadəcə mən bu vəziyyətdə olanda, burada long situasiya idi. Yəni mən bunu long görürdüm. Sadəcə dəyişdi, havadır da, 5 dəqiqədən sonra yağış yağdı. Yəni bu trading odur da, yəni bu qrafiklər hava kimi bir şeydir, insanlardır da, yəni təbiətdir bu. Fibonacci'dir başdan ayağa. Vəsə dəyişdi, qutardı da, yəni burada kiminsə strategiyası səhvdir, kiminsə düzdür söhbəti deyil. Bu bazardır da, yəni minus da olur, plus da olur. Sadəcə çalışmalısan ki, səndə heç olmasa 60%, 70% daha uğurlu olsun ki, sən irəli gedə biləsən. Və yaxud da ki, Forex-də 2-nin 1-ə strategiyasından səndə dəqiq, məsəl üçün 2 dənə dalbadal əməliyyatın olsa, artıq sən 4 dənə səhv eləmək imkanı olur. Hər yerdə bir dənə strategiya seçib işləməyi bacarmaq lazımdır. Prosta. Strategiyaya gərək sən xəyanət eləməyəsən. Bu dəqiqə mən strategiyadan çıxsam, mən itirəcəm. Допустим, fikirləşin ki, $100 açdım, minus oldu, tap-tap dalbadal döşüyürəm mən bura. Olmaz axı. Yəni burada hal-hazırda mən nə açım? Burada mən əməliyyat açmıram. Hal-hazırda mən gözləyirəm ki, məsəl üçün burada nə baş verdi? Bax, düşdü, düzdür. Qalxdı, gəldi, stopları qırdı. Təzədən qalxdı. Yenə də gəldi, stopları qırdı. Buradan long açmaq üçün gərək hansısa bir bilgi ola, baxaq görək nə baş verir. Okey, görürsünüzmü? Hava kimi dəyişir uşaqlar, gördünüz? Yəni burada longu göstərdi və getdi aşağı. Getdi aşağı. Hal-hazırda burada əməliyyatı hardan açmaq olar? Təbii ki, uşaqlar, əməliyyatı burada bir dəqiqə danışıram. İndi situasiyanı da qaçırda bilərik. Aha. Millət 15 saniyə, 20 saniyə, 30 saniyə fərqi yoxdur. Bütün şamlar fraktaldır. Bütün time frame'lər eynidir. Gəlin biz burada bu neyniyə bilər? Bu görəsən, aha, atdı. Atdı mı yuxarı? Aha, görürük ki, uşaqlar, bizdə burada da belə bir situasiya var, sahə var. Görək bu sahədən yuxarıda bağlanacaq bizim şamımız. $300 long. Görək bizim əməliyyatımız özünü doğruldacaqmı uşaqlar? 2 dəqiqə nəyə görə açdım? Çünki mən düşünürəm ki, birdən gələr, burada dayanar və atarlar aşağı yenə də stopları qırmaq üçün və o momentə mən düşə bilərəm. Ona görə fikirləşirəm ki, 2 dəqiqə açım ortalama rəqəm. Bu niyə özünü doğrultmadı ki? Aha, buradakiləri indi qırırlar. Ayda bu gəlib buranın 50%-lərinə gələrsə, biz $300 mən niyə açdım ki? Mən 200 açmaq istəyirdim. Görürsünüz, yenə də bayaq dediyim söhbətdir. Diqqətli olmaq lazımdır. Mən strategiya hal-hazırda martingale deyil idi. Məndə double olmalıdır. 2-yə vurulma. Bir dəqiqə. Hop. $200. Yəni onu da yaxşı yerdən tuta bilmədim uşaqlar. Yaxşı yerdən tuta istəyirdim. Tam dibdən götürüm. Burada konkret scalping eləmək olar. Çünki bu təpəni hələ ki görməmişik. Bir dəfə də. Amma buradan qayıtmağı yaxşı olmadı nəsə. Görürsünüz, hava kimi dəyişir. O saat dəyişir. Simboli balaca time frame'lərdə bu daha tez baş verir. Buralar boşdur. Mən düşünürəm ki, ata bilərlər yuxarı. Çünki uşaqlar evro dollar və biz burada long gözləyirik. Ayda yuxarıdakilər heyf. Götürsə yuxarıdakiləri də əla olardı. Çox yaxşı olardı, qəşəng olardı. Yuxarıdakilərə nə qədər qalıb? Çox az qalıb yuxarıdakilərə. Ay. Heyf. Son saniyələrdə neyniyək? Biz buradan bir dənə də $200 götürək. Bizdə orada nə qədər? $300 idi. Burada $400. Belə eləyək. Götürək bir dənə də $200. Vəsə. Bilin, görün hava necə dəyişir burada. Bax, 2 dənə təpə.
Prosto alladıcıdır da bu, yalancıdır bu. Çünki bunlar burada short göstərib, neçə dəfə biz aşağı dəydik, bir dəfə ən dibə dəymişik. Ondan sonra gəlmişik 70%-lərə, baxın, gəlmişik tam dibə gəlməmişik. Buradan qayıtmışıq, buradan qayıtmışıq, buradan da qayıtmışıq. Aydın olur sizə. Burada isə biz gəldik Fibonacci ilə buranın 50%-ni gördük. Millət, mən burada short aça bilmərəm. Forex-də belə olsa mən burada long girərdim. Vso, ən birinci açdığımız $200 plusla bağlandı. Balansımız 2137. Balans vecmə deyil, uşaqlar, bu dəqiqə mənə iminli mənim bu oyunum maraqlıdır. Yəni bu oyundayam mən hal-hazırda və burada çox qəribə bir situasiya. Niyə görə bu qiymət dayanıb burada? Heç xoş deyil də belə dayanmağı. Qiymətin yanında dayanmağı heç xoş deyil. Atın yuxarı görək. 1 2 3 4 uç yuxarı. Hanı? Uğurlu olmalıdır uşaqlar, uğurlu olmalıdır. Solidni yerdən açmışıq. Hələ mən daha aşağıdan götürmək istirdim. Nəysə, götürə bilmədim. Danışmağın yeri yoxdur. Hardan götürmüşük da oradan götürmüşük. Ayda 2 saniyə, 1 saniyə. Oyda, bu nə əməliyyat idi? Qəşəng, qəşəng uşaqlar. Like millət. Qəşəng. O şam gəldi. O şam gəldi, düzdür. O Hindistanlılar kimi belə ondan 1-ə kimi sahib uçurda bilməsəm də, indi nəsə canlı yayımda uçdu. Vso uşaqlar, 2865 xrensinin balans o qədər də mənə önəmli deyil. Bu dəqiqə deməli bizdə today success Euro dollardan $697, outcutdan $72. Baxın, bizim bugünkü tradeimiz olub 50-nin 55-ə uşaqlar. Zəif, xoşuma gəlmədi. Yaxşı olmadı bu günləri. Amma eybi yox. Düzdür, xeyirdəyik. Buna sevinmək lazımdır. Başqa heç nə. Uşaqlar, təşəkkürlər videoya baxdığınız üçün. Növbəti videoda görüşərik. Bu videolar maraqlıdır uşaqlar. Şərh bölməsində bildiririk, ətrafa deyirik, göstəririk və daha çox baxış yığırıq ki, daha çox kontent çəkməyə maraq olsun millət. Növbəti videoda görüşərik. Hamınıza bolca keş. Hələlik.